Sosial şəbəkələrdə valideynlərin uşaqların erkən yaşlarından şəkillərini paylaşması adi hal alıb. Bu, uşaqların psixologiyasına və şəxsi həyatına mənfi təsir göstərə bilər. Sharenting adlanan bu tendensiya Azərbaycanda və dünyada getdikcə güclənir. Körpənin ilk addımı, ilk gülüşü, məktəb forması, hətta xəstəxana fotoları belə valideynlər tərəfindən sosial mediada paylaşılır. Sosioloqların fikrincə bununla valideynlər diqqət mərkəzində olmaqdan zövq alır və sosial şəbəkə layqları ilə xoşbəxt olurlar. Amma bu paylaşımların uşaqlar üçün ciddi problemlər yaratma ehtimalı var. Mövzu ilə bağlı yenavaz.com-a danışan psixoloq Aynur İskəndərova deyir ki, sosial şəbəkələrdə uşaqların şəkillərinin paylaşılması bəzən onların psixologiyasına mənfi təsir göstərə bilər. Sitat: bəzən valideynlər övladlarını müxtəlif pozalarda durmağa məcbur edərək şəkil çəkirlər. Bu zaman bəzi uşaqlar etiraz etsə də, bəziləri prosesdən zövq almağa başlayır və artıq özlərində də mən gözəl görsənim, səliqəli olum, yaxşı yerlərdə şəkil çəkdirim, başqaları məni bəyənsin kimi düşüncələr formalaşır. Statın sonu. Psixoloqun sözlərinə görə bu uşağın təbii davranışından uzaqlaşmasına, süni obraz yaratmasına gətirib çıxarır. Stat: valideyn baxışını övlad ötürmüş olur. Bu isə yaxşı hal deyil. Çünki uşaqlarda süni davranış, süni görüntü və süni obraz yaratma vərdişi formalaşır. Beləliklə uşaq öz mən obrazından çıxır. Valideynin onu ötürdüyünü həm təqlid etməyə, həm də təbliğ etməyə başlayır. Bu mənada düşünürəm ki, yanlışdır. Statın sonu. Onun sözlərinə görə belə halların davamlı olması uşaqlarda gələcəkdə utancaqlıq, özünə qapanma və psixoloji narahatlıq yarada bilər. Qeyd edək ki, bir çox Avropa ölkəsində valideynlərin uşaqlarının şəxsi məlumat və şəkillərini paylaşmasına məhdudiyyət tətbiq olunur. Məsələn, Fransada qanunvericilik valideynləri uşağın şəxsi həyatına zərər vuracaq paylaşımlara görə məsuliyyət daşımağa məcbur edir. Bəs Azərbaycanda bu mövzuda hansı qadağalar var? Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən yenavaz.com-a bildirilib ki, ölkə qanunvericiliyinə görə uşaqların mənafeyinə, onların psixi və fiziki sağlamlığına, həmçinin şəxsi həyatına zidd olan məlumatların reklam məqsədi ilə yaxud digər formada yayımlanması qadağandır. Stat: bu uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanunu eyni zamanda Azərbaycan Respublikasının uşaq hüquqları sahəsində qoşulduğu beynəlxalq konvensiyaların pozulması deməkdir. Uşaqlar haqqında qanunla məhdudlaşdırılmayan məlumatların valideynlərin icazəsi ilə yayımlanmasında heç bir qanun pozuntusu yoxdur. Statın sonu. Komitədən verilən məlumatda qeyd olunub ki, paylaşımlarda uşaqların gələcək həyatına mənfi təsir göstərə biləcək məqamlar olmamalıdır. Stat: xüsusən də utanc verici, həssas anların yayımlanması uşağın həm indiki, həm də gələcək həyatında psixoloji narahatlıq yarada bilər. Bundan əlavə, uşaqlar haqqında paylaşılmış fərdi məlumatlar pis niyyətli şəxslər tərəfindən sui-istifadə edilə bilər. Məsələn, yer, məkan məlumatlarının paylaşılması uşağın fiziki təhlükəsizliyini risk ata bilər. Valideynlər övladlarının gələcəyini nəzərə alaraq paylaşım etməməlidir. Uşaqlar müəyyən yaşa çatdıqda onların şəkillərini sosial mediada paylaşmazdan əvvəl razılıqlarını almaq tövsiyə olunur. Həssas məqamları, xəstəxana görüntüləri, çimərlik geyimində və ya utancverici halları ictimailəşdirmək isə qəti məsləhət görülmür. Statın sonu.